Salam, hər vaxtınız xeyir. Biz bugün sifət mövzusundan danışacağıq. Sifət bilirik ki, əsas nitq hissəsidir. Sifətin sualları necə, nə cür, hansı? Sifət əsasən ismə aid olur, ismi izah edir, aydınlaşdırır. Həm əlamət, həm də keyfiyyət bildirə bilir. Eyni sifət fərqli cümlələrdə, yəni həm əlamət bildirə bilər, həm də keyfiyyət bildirə bilər. Artıq biz onu cümlənin məzmunundan başa düşəcəyik, anlayacağıq. Məsəl üçün, gözəl qız və yaxud gözəl geyim, bu xarici görünüşlə bağlı olduğu üçün bunlar daha çox burada əlamət bildirəcəkdir. Amma gözəl xasiyyət, gözəl xarakter, bunlar artıq nə bildirəcək? Keyfiyyət bildirəcək. Çünki gözümüzlə görə biləcəyimiz bir əlamət yoxdur. Əlamət bildirmək deməkdir ki, biz onu gözümüzdən görə bilək. Deməli, əlamət bildirməsi odur ki, biz onu gözümüzlə görə bilək. Amma məsəl üçün, qız gözəl yazır. Belə desək isə, gözəl yazır. Burada artıq qız gözəl yazır. Burada artıq özündən sonra feil gəldiyi üçün bu gözəl sözü olacaqdır zərf. Və biz bu sözə, gözəl sözünə həm sifət, həm də zərf olduğu üçün biz buna omonim deyə bilərikmi? Xeyr, çünki deməli, eyni leksik mənanı qoruyub saxlayır. Biri hərəkətin necəliyini bildirir, biri isə deməli, biri hərəkətin necəliyini bildirir. Biri isə ada aid olur, ismə aid olur, gözəl xətti var, gözəl yazır. Belə hərəkətə aid olanda zərf olur, ismə aid olanda isə artıq olur sifət. Sifətin quruluşca növlərinə baxsaq, sifət quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Sadə sifətlər ya söz kökündən və yaxud da söz kökü və qrammatik şəkilçidən ibarət olur. Məsəl üçün, gözəl, qəşəng, yaxşı, pis, bunlar sadə sifətlər sayılır və biz bunlara qrammatik şəkilçi əlavə etsək. Məsəl üçün, gözəllər və yaxud sarımtıl, bunlar artıq bunlar da qrammatik şəkilçi sayılır artıq. Sarımtıldır, ımtıl, ımtıraq, uzun sov, yəni azaltma dərəcəsi, çoxaltma dərəcəsində olan şəkilçilər artıq biz nə götürəcəyik? Yəni onlar artıq qrammatik şəkilçi kimi gedir və həmən söz sadə söz sayılacaqdır. Mürəkkəb sifətlərdən danışsaq isə, mürəkkəb sifətlər, deməli, mürəkkəb isim kimi yalnız və yalnız, daha doğrusu mürəkkəb sifət, mürəkkəb isim kimi sintaktik yolla yarana bilmir. Yəni ayrı yazılmır. Mürəkkəb sifətlər ya bitişik yazılır, ya da defislə yazılır. Mürəkkəb isimlər də elədir. Bu ikisi, yəni isimlə sifət, mürəkkəb isim, mürəkkəb sifət heç bir zaman ayrı yazılan bilməz. Ayrı yazılanı yoxdur. Ya bitişik yazılırlar, ya da ki defislə yazılırlar. Bitişik yazılana nə deyə bilərik? Məsəl üçün, uca boylu. Uca boylu olmaq bir insanın əlamətidir. Deməli, nə olacaq? Uca boylu, mürəkkəb sifət. Sonra, defislə yazılanı isə yaza bilərik ki, məsəl üçün, irili xırdalı, irili, xırdalı, böyük, kiçik, ağ, qara. Defislə yazılanlar bilirik ki, ya əks mənalı sözlər olur, ya tərəflərindən biri ayrılıqda işləməyən sözlər olur, ya da ki, yaxın mənalı sözlər olur. Yəni sinonimlərdən ibarət olur. Amma daha doğrusu bitişik yazılanlar isə tamamilə fərqli sözlərin birləşməsindən əmələ gəlir. Uca başqa bir sözdür, boylu da başqa bir sözdür və bu sözlərdə, yəni defislə yazılanlarda olan kiminə yaxınlıq yoxdur. İrili xırdalı antonim sayılır, düzdür? İrili xırdalı. Böyük, kiçik əksdir, ağ, qara əksdir. Amma uca boylu, yəni bitişik yazılanlarda bu əlamətlər özünü göstərmir. Tamamilə fərqli mənalı sözlər olur və bunlar bu sözlər arasında nə əkslik, əks məna olmur, nə yaxın məna olmur, nə də eyni sözün təkrarı olmur. Yəni sifətdə seçə bilməsəz ki, bu sifət görsən bitişik yazılacaq, yoxsa defislə. Bu zaman mütləq defislə yazılma olan qayda var. Söz yaradıcılığında qayda olmalıdır ki,
hansı sözlər, hansı mürəkkəb sözlər defislə yazılır. Həmən qaydanı yada salın. O zaman artıq biləcəksiniz ki, həmən söz bitişik yazılacaq, yoxsa ayrı yazılacaq. İndi isə danışaq sifətin dərəcələrindən. Sifətin dərəcələrindən deməli var azaltma, adi, bir də çoxaltma dərəcə, düzdür? Adi dərəcə normada olduğunu göstərir. Yəni normada nə azdır, nə çoxdur, normada olduğunu göstərir və xüsusi bir şəkilçisi yoxdur. Adi şəkilçisi olan sifətlər, məsəl üçün ağ, qara və yaxud da başqa bir şəkilçi ola bilər. Məsəl üçün duzlu şəkilçi var, leksik şəkilçidir, amma bu düzəltmə sözdür və leksik şəkilçidir. Tuzlu, xırda, səmimi, bunların hər biri açıq, aşkar, açıq, aydın, bunların hər biri adi dərəcə sayılacaqdır. Bir də bombuz sözü var da, bombuz və büsbütün. Büsbütün zərfdir, heç bunu yazmayaq. Bunlar adi dərəcədə sayılacaq. Niyə açıq, aşkar, açıq, aydın sizcə deməli adi dərəcədə olur? Çünki söz yazım. Çünki azaltma dərəcəsini yaradan açıq sözü daha çox demək olar ki, adətən elə rəng bildirən sözlərə qoşulur. Yəni azaltma dərəcəsi yaratmaq üçün bu açıq sözü rəng bildirən sözlərə qoşulmalıdır. Məsəl üçün nə yazaq? Açıq qırmızı, açıq qırmızı, açıq yaşıl, açıq sarı. Gördüyümüz kimi daha çox rənglərə qoşulur. Yəni rəng qoşulanda artıq olacaqdır, deməli azaltma dərəcəsi. Azaltma dərəcəsini yaradan digər şəkilçilərə baxaq. Bunlar sintaktik yolla yaranmadır. Çünki söz vasitəsilə yaranıb. Baxın, azaltma dərəcəsi həm deməli sintaktik yolla yarana bilər, həm də morfoloji yolla. Əgər şəkilçi vasitəsilə yaranırsa, bu olacaqdır morfoloji yol. Yox, əgər söz vasitəsilə yaranırsa, bu olacaqdır sintaktik yolla yaranmış azaltma dərəcəsi. Açıq, burada açıq sözlər, yəni bu söz olduğu üçün artıq bunlar sintaktik yolla yaranmış sayılacaq.